Tərkibində 1 qram qiymədən istifadə etməyən dönər məkanı tapmışam. Bura Biton adlanır. Adətən dönər restoranı dedikdə ağlımıza sadə interyer, fast food havası gəlir. Amma bura tam əksi. İçəri girəndə sanki lüks restoranın sakit və zövqlə hazırlanmış ab-havası səni qarşılayır. Xidmət mədəniyyəti, musiqi belə çox zövqlü idi. Hər detal burada keyfiyyət var deyirdi. Ətlərdə heç bir qatqı, heç bir qiymə, sadəcə saf, ləzzətli tikə ət istifadə edilib. Elə ona görə də burada hazırlanan hər şey, istər burger, istər qapalı burger, güvəc pendirli, tantuni, lahmacun, porsiyon ət, qatıq tuni, hər şey dəhşət ləzzətli idi. Mən əgər bir yerdə dəhşət ləzzətli deyirəmsə, bilin ki, %100 çox xoşuma gəlib. Ətləri inanılmaz dərəcədə dadlıdır. Çiğ köftələri də o qədər qəşəng yoğrulmuşdu ki, tam sevdiyim kimi pastavari. Burger sevənsizsə Special Burger acılının və qapalı burgerinin dadına mütləq baxın. İndiyə qədər daddığınız tantunini, qatıq tunini də unudun. Buradakını sınamalısınız. Yox, əgər təkcə ətin ləzzətindən zövq almaq istəyirsinizsə, porsiyon əti şiddətlə tövsiyə edirəm. Bir sözlə mənimlə gedən hər kəs çox bəyəndi buranı. Və bizim ən çox sevdiyimiz türk deserti olan katmer, bilirsiniz ki, yəqin çox məkanda servis edilmir. Burada var idi, getsəniz onu da sınayın. Məkan o qədər zövqlü dizayn edilib ki, hətta sanitar qovşağı belə gözəl idi. Gedən hər kəs çox bəyənəcək. Bura Ayna Sultanova parkının yaxınlığında yerləşir. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.